Adəmi bir dünyaya gətirən olubdur. Amma onu dünyaya gətirən kişi idimi? Bəlkə qadın olub, Məryəm kimi bir qadın. Adem'in babası kimdi diye soruyorum ara sıra ya. Adem'in babası da mı var diyorlar. Var ya, Kur'an söylüyor. İnsan suresinin 2. ayeti Adem'in babasının olduğunu söylüyor. Bir zaman mələklərə Adəmə səcdə edin demişdik. İblisdən başqa hamısı səcdə etdi. O dedi, mən sənin palçıqdan yaratdığına mı səcdə edəcəyəm? İnsan suresinin 2. ayeti Adem'in babasının olduğunu söylüyor. Amma onu dünyaya gətirən kişi idimi? Bəlkə qadın olub, Məryəm kimi bir qadın. Hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış. İnsanı ilk olaraq palçıqdan xəlq etmiş. Sonra onun nəslini bir damla dəyərsiz sudan əmələ gətirmiş. Sonra onu düzəldib müəyyən şəkilə salmış və ona öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz.